Hörmətli tamaşaçılar, Ağdam şəhərindən reportajımız davam edir. Mən doğrudan da sevincliyəm ki, məhz elə Ağdamda, şəhərimizdə Ağdam şəhəri sakinlərini, onların ürək sözlərini elə sizlərə çatdırıram. Təşəkkür edirəm. Salam əleykum, xoş gəlmisiniz. Gəl bəri. Buyurun, buyurun. Mənə xoşdur ki, elə Ağdamlılar, Ağbirçək analarımız mənim kamerama müsahibə verirlər. Gəlin, yaxınlaşaq. Xudayarın nənəsidir, laf yaxşı. Nəsib eləyən oğlanlara, şəhidlərə rəhmət eləsin. Amin inşallah. Qazilərə can sağlığı versin. Veteranlara həmişə veteran olaraq yaşasınlar. Allah sərhəddə durub o qarın, qiyamətin içində duran oğlanlarımıza dəyməsin. Amin inşallah. Bütün əziz Ağdamlılar, hamınıza xoş, firavan gün arzulayıram. O keçirdiyimiz günlər hamımızın yadımızdan çıxsın. Qalanlara can sağlığı, Allah bu Ağdamı görməyib ölənlərə rəhmət eləsin. Amin inşallah. Mən arzulayıram ki, siz Ağbirçək analar, atalar, indən belə ömrünüzü burada elə siz demişkən firavan, xoşbəxt yaşayasınız. Amin, elə amin. o günlərə dalasız, o günləri xatırlayasınız. O gün yaddan çıxası şey O gün əlbəttə ki, yaddan çıxası deyil, amma 30 ildir ki, bu həsrətlə yaşamısınız. İndən belə mən inanıram ki, burada çox belə xoşbəxt yaşayır, ürəyiniz istədiyi şəkildə. 30 ildə bir dəfə də olsun umudsuz olmamışam. Kim deyəndə demişəm, havası torpağa qaydasız. Bizi ora qaytaran oğlanlarımız olacaq. Allah sizə ömür versin. Elə oğlanlarımız olur. Bəli. Bugünkü günü bizə qismət eləyir. Allah canınızı sağ eləsin. Bir də deyirəm, bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Çox sağ olun. Bəli. Gəl bura. Dostlar, həqiqətən də kamera arxasında çox sayılı insanlar var. Hamı izləyir. İndi efirə düşmək istəyən var, istəməyən var. Mən hər birinizi salamlayıram. Çox sağ olun. Xoş gəlmisiniz buraya. Salam. Salam. Adınız necə oldu? Adım Yolçudur. Quliyev Yolçu, Azar yolu. Yolçu bəy, xoş gəlmisiniz. Sağ olun. Yolunuz hərləndi, fırlandı, yenə Ağdam şəhərinə düşdü. Şükür, min şükür. Allah... Nə hisslər keçirirsiniz? Çox belə nə bilim, ürəkdən sevinirik, həyəcanlıyıq. 33 il bundan qabaq çıxmışam Ağdamdan, çıxmışıq. 33 yaşımda çıxmışam Ağdamdan. 33 yaş. 66 yaşımda şimdiyəm. Şükür, qayıtdıq öz yerimizə, yurdumuza. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizin canını sağ eləsin. Allah prezidentimizə dəyməsin. Azərbaycanın bayrağını dünyada uca eləsin həmişə. Çox sevinirik, ürəkdən. Hansı rayonda yaşayırdınız indi köçdünüz? Ağzabədi Hinda. Hinda Qəsəbəsində bəli. Orada məskunlaşmışam Ağdamdan sonra. Neçə otaqlı ev aldınız? 4 otaqlıda 6 nəfərik. Maşallah. Maşallah gününüz olsun. Mən sizə deyim ki, 4 otaqlı ən gözəl evdir şəhərdə. Həm otaq sayının genişliyinə görə. Yaxşıdır, yaxşıdır. Əla, gözəldir. Çox gözəl, çox gözəl. Heç bilməyəsən ki, hansı otağa gir, hansı otağa çıxasın. Allah xoşbəxt yaşamağa nəsib eləsin. Sağ olun, çox sağ olun. Nəvəli nəticəli inşallah. Sağ olun, hamıya qismət eləsin. Ağdamlarımız hamısı qayıtsın yerinə, yurduna inşallah. Burada bir gözəldir, gözəl binalar tikilibdir. Çox gözəl. Çox bəyəndik. Mən Quliyev Aydə. Çox sevinirəm. Həsrətində olan bütün insanlar, bütün Ağdamlılar hamısına bugünkü gün qismət olsun. Hamı şad-xürrəmən yaşasın. Allah prezidentimizə dəyməsin. Qazilərimizin canı sağ olsun. Şəhidlərimizə Allah rəhmət eləsin. Amin inşallah. Çox sağ olun. Allah sizə uzun ömür versin ki, burada xoşbəxt yaşayasınız. Çox sağ olun. Allah razı olsun. İnşallah. Ailənizin üstündən əksik eləməsin. Çox sağ olun. Çox sağ olun. Şəhidlərimizin səyin əsasına, qazilərimizin səyin əsasına torpaqlarımız alınıbdır. Mən özüm də qaziyəm. Birinci Qarabağ müharibəsində polis olmuşam. Müharibəni elə biz başlamışıq. Bəli. Belə nəsə oldu da, torpağımız getdi, işğal oldu. Şükür Allah'a ki. Allah ermənilərə nəhrət eləsin. Necə ki eləyir elə. Şükür öz yerimizdə yurdumuz deyil. Allah hamıya qismət Bir daha deyirəm, Allah xoşbəxt yaşamağa. Çox sağ ol. Çox sağ olun. Allah sizə də dəyməsin. Allah canınızı sağ eləsin. Sağ ol. Allah razı olsun. Çox